Salam dəyərli müəllimlər və şagirdlər. Bugün sizlərə Ərəb-İsrail münaqişəsindən bəhs edəcəm. Başlayaq. 1947-ci ildə BMT Təhlükəsizlik Şurası 2 qərar verir. Birincisi, Fələstin ərazisində 2 dövlət yaradılmalı idi. Hansı dövlətlər? Fələstin və İsrail dövlətləri yaradılmalı idi. İkinci məsələ isə Qüds şəhəri beynəlxalq statusa malik olmalı idi. Beynəlxalq statusa malik olmaq nə deməkdir? Yəni Qüds nə Fələstinindir, nə də İsrailindir. Beynəlxalq statusa malik olub BMT-nin nəzarətində olmalı idi. Gəlin baxaq, görək münaqişə necə başladı. 47-ci ildə BMT-nin verdiyi qərara əsasən 48-də İsrail dövləti yaranır. İsrail dövlətinin yaranmasına 6 ərəb dövləti narazılıqla qarşılayır. Hansı dövlətlərdir? Gəlin bunun xəritə üzərində baxaq. Bu Livan ərazisidir, Suriya ərazisidir, İordaniyadır, Səudiyyə Ərəbistandır, Misirdir, eyni zamanda İraqdır. Xəritəmizdə İraq düşməyibdir. İraq ərazisi deməli İsrail dövlətinin yaradılmasını narazılıqla qarşıladı. Bu da 1-ci Ərəb-İsrail müharibəsinin başlanmasına gətirib çıxartdı. Gəlin baxaq görək 1-ci Ərəb-İsrail müharibəsinin nəticəsi nə oldu? 1-ci Ərəb-İsrail müharibəsində İsrail qalib gəldi. 48-də başlamışdı. Niyə ərəb dövlətləri məğlub oldu? 6 ərəb dövlətinin məğlub olma səbəbi nə idi? Çünki qüvvələr nisbəti fərqli idi. Eyni zamanda müharibə pis idarə olunub, İsraili isə kənardan silah yardımları edilirdi. Bu səbəblərdən İsrail qalib gəlir. Bəs nəticəsi nə olur? Nəticəsində artıq münaqişənin əsası qoyulur. Hal-hazırda da həll edilməyən məsələlər içərisindədir. Münaqişə yenə davam edir zaman-zaman aralıqlarla. Burada deməli BMT qərarına əsasən biz dedik axı 2 dövlət yaranmalı idi. Biri İsrail idi, biri Fələstin idi. Həmin Fələstin ərazilərini də İsrail bir hissəsini ələ keçirmişdi. Eyni zamanda Fələstinlilər artıq öz yaşayış yerlərini tərk edib qaçqın düşərgələrində məskunlaşmaq məcburiyyətində qalırlar. Müharibənin sonraki dövründə 1964-cü ildə Yasir Ərəfatın başçılığı ilə Fələstin Azadlıq Hərəkatı yaradıldı. Yaradılmasına məqsəd nə idi? İsrailə qarşı partizan müharibəsinə başlamaq istəyirdilər. 1967-ci ildə növbəti münaqişə baş verəcək. Bu tarixə 6 günlük müharibə kimi daxil oldu. Bu müharibədə yenə İsrail qalib gələcəkdir. Bəs İsrailin ələ keçirdiyi ərazilər hansıları idi? Deməli, həm 1-ci Ərəb-İsrail müharibəsində bir sıra ərazilər ələ keçirdi, ikincidə də bir sıra ərazilər ələ keçirdi. Sinay yarımadasını, Qəzza bölgəsini, Şərqi Qüds ərazisini ələ keçirdi. Bu müharibədə bəs nəyə görə ərəb dövlətləri məğlub olmuşdu? Çünki orduda korrupsiyanın və pis idarəetmənin olması idi. Bu müharibə başa çatdıqdan sonraki gedişatlarda isə Fələstinin bir sıra hərbi siyasi qrupları var idi ki, onlar beynəlxalq terror hadisələrinə başladılar. 3-cü Ərəb-İsrail müharibəsinə baxaq. Bu Ərəb-İsrailin müharibəsinin əvvəlcə başlanma səbəblərinə baxaq. Biz bilirik ki, axı İsrail ərəb dövlətlərinin bir hissəsini ələ keçirmişdi, axı bəzi ərazilərini ələ keçirmişdi. Ərəb dövlətləri həmin o itirilmiş əraziləri geri qaytarmaqdan ötəri müharibəyə başlayırlar. 1973-cü ildə. Bu müharibənin digər müharibələrdən fərqli cəhəti burada İsrail ilk dəfə məğlub olur, ərəb dövlətləri qalib gəlir. Bu münaqişə ümumiyyətlə beynəlxalq miqyası alır. Niyə? Bu işə artıq SSR və ABŞ da qarışmışdı. ABŞ hər zaman kimi İsraili dəstəkləyəcəkdi. SSR isə ərəb dövlətlərinə yardım göstərməli idi. Münaqişə nəticəsində tarixdə baş vermiş bir yenilik idi. Dünyada ilk dəfə, bu bir ilk idi, neft şoku yaşandı. Neft şoku nə deməkdir? Neftin qiymətini 4 dəfə artırdı ərəb dövlətləri. Neftin yəni xaricə satışını 4 dəfə qiymətini qaldırdılar. Bu da bir sıra ərazilərdə, eləcə də deyək ki, Amerikada 70-ci ildə böhrana gətirib çıxartdı. Misal üçün biz 70-ci illərdə biz bilirik Nikson hakimiyyəti dövründə deyirik ki, iqtisadi böhran olacaqdı. Səbəbi isə neftin qiymətinin qaldırılması idi və bunu aradan qaldırmaq üçün Reagan da daxili siyasətdə bilirik ki, neft üzərinə dövlət nəzarətini azaltmağa çalışacaqdı.
Nəticə etibarilə bu müharibədə dediyimiz kimi İsrail qalib gələcəkdir. Sonrakı hadisələrə baxaq görək. Camp David sazişinə baxaq. 1978-ci ildə olacaqdır. Bunu bilirik ki, 70-ci illərin ikinci yarısındakı iqtisadi sosial problemləri Misiri İsrailinə yaxınlaşdırdı. Nəticədə çox diqqətli olun bizsə, ABŞ-ın vasitəçiliyi ilə separat saziş imzalandı. Yəni gizli bir saziş imzalandı. Bu sazişə görə Misir İsraili dövlət kimi tanıdı. Diqqətli olun, bəzən testlərdə yazırlar ki, tərsinə İsrail Misiri dövlət kimi tanıdı. Yox, çünki yeni yaranmış dövlət İsrail idi. Misir İsraili dövlət kimi tanıdı. Eyni zamanda İsrail 1967-ci ildə işğal etdiyi Sinay yarımadasını bunun qarşılığında Misirə geri qaytardı. Təbii ki, ərəb dövlətləri bu yerdə Misirdən üz döndərəcəkdilər. Artıq Misirlə iqtisadi siyasi əlaqələri kəsməyə başladılar. Bundan sonraki yekun olaraq bunu deyək ki, 80-ci illərdə gərginlik daha da artdı. Gərginliyin daha da artmağının səbəbi İsrailin Qüdsü vahid bölünməz paytaxtı elan etməsi idi. Çünki biz bilirik ki, əvvəldən Qüds beynəlxalq statusa malik idi. Buna baxmayaraq İsrail zaman-zaman Qüdsün ərazilərini işğal eləyir. Əvvəlcə Qərbi Qüdsü, sonra Şərq Qüdsü ələ keçirdəcəkdir. Bu dövrdən sonra artıq münaqişə yenidən davam edir. Soyuq müharibə başa çatsa da, sülh görünsə də, amma bu hələ də həlli olmayan münaqişələr sırasındadır. 93-cü ildə Vaşinqtonda yenə biz deyirik ki, ABŞ-ın vasitəçiliyi ilə, yəni Bill Clintonun vasitəçiliyi ilə Qəzza zolağı və Əliha şəhərində Fələstin muxtariyyəti yaradıldı. Yəni Fələstinin özünü idarə hüququ və verilməsi haqqında qərar qəbul edildi. Bu sazişin imzalanmasında gördüyümüz kimi Fələstin Azadlıq Təşkilatının rəhbəri Yasir Ərəfatla imzalanmışdı İsrailin baş naziri Rabin arasında.